Dünyanın dördüncü ən böyük iqtisadiyyatı. 4 trilyon dollar GDP. Dünyada ən sürətlə böyüyən böyük iqtisadiyyat. 1,4 milyard əhali. Atom silahı. Aya enmiş ölkə. Bütün bunlar bir ölkəyə aiddir. Hindistan. Maraqlı yer odur ki, 2013-cü ildə Morgan Stanley analitikləri Hindistanı kövrək beşli siyahısına salmışdılar. Yəni dağılmaq üzrə olan iqtisadiyyatlar. 13 il keçdi. Hindistan Yaponiyanı geridə qoyub dünyanın dördüncüsü oldu. Sual budur. Necə? Bir ölkə 13 ildə kövrək statusundan super güc statusuna necə keçə bilər? Cavab göründüyü qədər sadə deyil. Birinci faktor – demografiya. Hindistanın əhalisi 1 milyard 450 milyondur. 2023-cü ildə Çini geridə qoyub dünyanın ən çox əhalili ölkəsi oldu. Amma əsl güc rəqəmdə deyil. Hindistanın orta yaşı 28-dir, Çinin 39, Yaponiyanın 49, Almaniyanın 46. Hindistan gəncdir. Bu gənclərin yarısı 25 yaşdan aşağıdır. İşləyə bilir, öyrənə bilir, istehsal edə bilir. Halbuki Çin və Avropa qocalır. Pensiya yükü artır, işçi qüvvəsi azalır. Hindistan tam əksinə, yüksək sürətlə işçi qüvvəsi artır. Bu iqtisadiyyat üçün təbii yanacaqdır. Heç bir ölkə bu qədər gənc kütləyə sahib deyil. İkinci faktor – texnologiya. Hindistanı düşünəndə adətən kasıb məhəllələr ağla gəlir. Amma əsl Hindistan başqadır. Bangalore dünyanın Silikon vadisidir. Google'un CEO'su Sundar Pichai Hindistanlıdır. Microsoft'un CEO'su Satya Nadella Hindistanlıdır. IBM, Adobe, FedEx, Mastercard, Pepsi hamısının baş icraçı direktorları Hindistanlılardır. Yəni Amerika texnologiya nəhənglərini Hindistanlılar idarə edir. Bu təsadüf deyil. Hindistan hər il 1,5 milyon mühəndis yetişdirir. Bu rəqəm Amerikanın və Avropanın bircə cəmindən çoxdur. Dünyanın ən böyük bilik ixracatçısı Hindistandır. Üçüncü faktor – diplomatiya. Hindistan oyununu çox ağıllı oynayır. Rusiyadan ucuz neft alır. Qərb sanksiya tətbiq etsə də. Amerika ilə hərbi əməkdaşlıq edir, Çin təhlükəsinə qarşı. Çinlə də ticarət edir, 130 milyard dollar həcmində. İranla əlaqədədir, neft kəmərləri var. İsraillə də sıx əməkdaşlıq edir, silah satın alır. Modi, BRICS-də Putin və Simpinə əl uzadır. Sonra Vaşinqtonda Bidenlə qucaqlaşır. Heç kim heç kimi günahlandıra bilmir. Hindistan müttəfiq deyil. Hindistan fərqli müttəfiq rol oynayır. Müasir dünyada bu ən böyük güc növüdür. Dördüncü faktor – kosmos və silah. Hindistan Marsa peyk yolladı. Amerikadan 10 dəfə ucuza. Ayın cənub qütbünə enən ilk ölkədir. Bunu Amerika, Rusiya və Çin də edə bilmədi. Hindistan etdi. Üstəlik nüvə silahı var. Ballistik raketlər var. Dünyada üçüncü ən böyük orduya sahibdir. Sahə baxımından dünyada ən böyük donanma müsabiqəsindədir. Yəni iqtisadi güc texnologiya ilə, texnologiya isə hərbi güclə tamamlanır. Beşinci faktor – Modi siyasəti. 2014-cü ildən bəri Narendra Modi Hindistanı tamamilə dəyişdirib. Make in India siyasəti ilə xarici şirkətləri ölkəyə cəlb etdi. Apple iPhone-larının böyük hissəsini artıq Çində yox, Hindistanda istehsal edir. Tesla zavod açır, Foxconn-da, Samsung-da. Hamısı Çini tərk edib Hindistana gəlir. Çünki Hindistan ucuzdur, əmək qüvvəsi gəncdir, hökumət rahatdır. Çin tarifləri Amerikanı qorxutdu. Trump indi Çini cəzalandırmaq üçün Hindistanla qol-qola gedir. Tarixin maraqlı dönüşü. 75 il əvvəl Hindistan İngiltərənin koloniyası idi. Ac, kasıb, parçalanmış. İndi həmin Hindistan İngiltərənin iqtisadiyyatını keçib, dünyanın dördüncüsü oldu. Köhnə imperator indi köhnə koloniyanın arxasınca qaçır. Tarix hər zaman ən gözəl ironiyanı yazandır. Bura pərdə arxasıdır. İzləmədə qal.